Salam hörmətli tamaşaçılar, TV1-in efirində akademik söhbət verilişinə baxırsınız. Artıq ölkəmizin bütün sahələrinə sirayət edən, bütün sferalarda tətbiqi zərurətə çevrilən süni intellekt digər ölkələrdə olduğu kimi bizdə də prioritet istiqamət kimi diqqət mərkəzindədir. Elə bu barədə müzakirələri studiyamızın qonağı ölkəmizin çox hörmətli və dəyərli ziyalısı akademik Rasim Əliquliyevlə müzakirələr aparacağıq. Rasim müəllim, xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Rasim müəllim, Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planı bugün ölkəmizdə diqqət mərkəzindədir. Elə bununla bağlı ölkəmizin dövlət başçısı cənab prezidentin sədrliyi ilə müşavirə keçirildi və ölkə başçısı konkret hədəflər, ölçülə bilən indikatorlar barədə tapşırıqlarını verdi. Gəlin elə buradan başlayaq. Azərbaycanın yeni rəqəmsal arxitekturası adlı vahid fəaliyyət planının yaranma zərurəti nədən başlayır? Əvvəla onu qeyd etmək istəyirəm ki, doğrudan da Azərbaycanda son 20 ildən artıq bir müddətdir ki, informasiya kommunikasiya texnologiyalarının tətbiq olunması, əhalinin bu reallığa hazırlanması, ölkəmizin müxtəlif sferalarında dərindən geniş bu texnologiyanın tətbiq olunması yeni reallıqlar yaradır və addım-addım Azərbaycan dövlətinin demək, siyasətinin prioritetləri kimi hələ Ulu Öndərin vaxtından 2002-ci ildən başlayaraq Azərbaycanda belə bir strategiyanın əsası qoyulmuşdu. Sonradan indi cənab prezident həmin o siyasətin bir davam edən bir prezidentimiz kimi həmin siyasəti davam etdirərək demək ölkədə informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm sənədlər qəbul etmişdir. Xatırlayırsınızsa vaxtilə Elektron Azərbaycan deyilən dövlət proqramı var idi. Və addım-ba-addım, baxmayaraq ki, həmin dövr Azərbaycan üçün bir qədər çətin idi. Çünki Qarabağ problemi var idi, qaçqın problemi var idi, iqtisadi problemlər var idi. Amma ona buna baxmayaraq, cənab prezident həmişə bu sahəni diqqətdə saxlamış və dünyada gedən bu inkişaf proseslərinə bir harmonik olaraq ölkədə də demək lazımi tədbirlər görmüşdü. Və 20 il ərzində Azərbaycanda gəlin baxağın, belə yüksək imkanlara malik olan telekommunikasiya infrastrukturu, internetin Azərbaycanın demək olar ki, yəni elə bir problem yoxdur ki, ucqar kəndlər də, dağın zirvəsi də internetlə əhatə olunubdur, insanlar demək sərbəst istifadə edirlər. Eyni zamanda mobil telefon şəbəkəsi inkişaf edir. O artıq internetə çıxış deməkdir. Kompüterləşdirmə bütün dövlət qurumlarında, ayrı-ayrı ailələrdə, biznes strukturlarında kompüter adi bir, necə deyərlər, bir alətə çevrilibdir. Ona görə də bu reallığın qarşısında əlbəttə ki, dövlətimiz o istiqamətdə gedən prosesləri tənzimləməlidir. Güclü bizim telekommunikasiya infrastrukturumuz var. İnsanların dediyim kimi imkanları var ki, artıq internetdən sərbəst istifadə etsinlər, amma bunun özündə də müəyyən risklər yaranırdı. Bəli. Yəni dediyim kimi bunun müsbət tərəfi yaxşıdır ki, insanlar əhatə olunur, amma dövlətin özünün o konstitusiyon vəzifələrini həyata keçirilməsi üçün mütləq və mütləq bütün bu proseslər hamısı dövlətin müəyyən qurumlarının nəzarəti altında olmalı. Yəni bu dediyim o nəzarət onların hüquqlarının məhdudlaşdırılmasından söhbət getmir. Burada insan hüquqlarına əməl olunmasından söhbət gedir. İnsanların fərdi həyatı ilə bağlı məlumatların qorunmasından söhbət gedir. Yəni bu dövlətin özünün konstitusiyon vəzifələridir ki, dövlət bu prosesləri tənzimləməlidir, idarə etməlidir, müəyyən tədbirlər görməlidir, müəyyən hardasa zəifliklər varsa onları aşkarlamalıdır və s. Ona görə də cənab prezident tərəfindən 2023-cü ildə ölkəmizdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi deyilən belə bir sənəd qəbul etdi. Hansı ki, orada ölkəmizdə belə demək mümkünsə, demək, rəqəmsal kiber təhlükəsizlik arxitekturasının əsasını qoydu. Yəni, o informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik strategiyasının əsas mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı qurumlarda kiber təhlükəsizliklə bağlı aparılan bütün proseslər hamısı hardasa əlaqələndirilməlidir. Bir qədər sonra 2025-ci ilin yanvar ayında cənab prezident başqa bir ciddi sənəd qəbul etdi. Həmin o rəqəmsal inkişaf konsepsiyasının əsas fəlsəfəsi ondan ibarətdir ki, ayrı-ayrı qurumlarda gedən proseslərə maneçilik törətmədən, yəni o əlbəttə ki, o hamısı təqdir olunur, o işlər, o müsbət işlər təqdir olunur. Dünyanın aparıcı dövlətləri, super dövlətlərinin gündəliyində duran əsas məsələlərdən biri də
digər məsələlərlə bərabər ya nadir torpaq elementləridir, ya da süni intellektdir. Nadir torpaq elementlərinin özünün də demək, əsasən oradakı o materialdan istifadə eləyərək o çip deyilən mikrosistemləri demək, hazırlamaqdan söhbət gedir. O da süni intellektlə bağlı olan söhbətdir. Bu reallıqlar kontekstində əlbəttə ki, Azərbaycan Respublikası da bu məsələləri müntəzəm olaraq izləyir. Yaranmış bax bu reallıq ondan ibarətdir ki, artıq bizim cəmiyyət tək sosioloji cəmiyyət deyil, insan cəmiyyəti deyil, həm də texnologiyalar gəlib bizimlə bir yerdə, öz iş yerimizdə, ailəmizdə bir yerdə fəaliyyət göstərir. Ona görə də insan o sosial cəmiyyətin, yəni sosial o mühitin özünün sakini olmaqla bərabər o yaranmaqda olan rəqəmsal o mühitin, rəqəmsal məkanın da sakin olmalıdır. Ona görə də bax, Cənab Prezident bütün bu proseslərin hamısını təhlil edərək ölkəmizdə Azərbaycanın yeni rəqəmsal arxitekturunun demək işlənilməsini, o qeyd etdiyiniz vahid fəaliyyət planının demək meydana çıxmasını təmin etdi. Cənab Prezident özü də müşavirədə birbaşa bildirdi ki, dünyada gedən meyllər, trendlər bəllidir. Bugün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Eyni zamanda dövlət başçısı bildirir ki, bu istiqamətdə bizim ölkəmizdə də işlər aparılır, amma rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bu da sizin dediyiniz kimi konkret olaraq həm qurumlar, həm biznes, özəl sahələr qarşısında konkret olaraq hədəflər qoyur. Rasim müəllim, biz dediyimiz kimi siz də söhbətinizə toxundunuz ki, bu mərhələli şəkildə həyata keçiriləcək ölkəmizdə və dediyimiz o müşavirədə də bildirildi ki, bu 4 sütun üzərində fəaliyyət planı qurulacaq. Birinci, rəqəmsal transformasiyanın sürətləndirilməsi, ikinci, süni intellektin həlləri ilə bağlı geniş tətbiqlərin yaradılması, innovativ ekosistemin yaradılması və bütün bunlar mərhələli şəkildə ölkəmizdə həyata keçiriləcəkdir. Mən elə istəyirəm ki, biz innovativ ekosistemin yaradılması məsələsinə də toxunaq ki, bu da həmin o fəaliyyət planının əsas istiqamətlərindən biridir. Bu innovativ ekosistemin özü bu rəqəmsal cəmiyyətin bir hissəsi olaraq bir rəqəmsal iqtisadiyyat kimi formalaşır. Yəni bunun da kökündə nə dayanır? Yəni o qeyd etdiyimiz kimi rəqəmsallaşma, rəqəmsal transformasiya, yeni texnologiyalar, süni intellektin həyatımıza tədricən daxil olması, bütün bunlar hamısı o datalar deyirsiniz, o datalar. Yəni ölkəmizdə bu rəqəmsallaşmanın özünün məhsulu, onun təzahürü nədir? Rəqəmsal deyək ki, informasiyalar, məlumatlardır. İndi ona data da deyirlər. Yəni istənilən sferada kompüter, yəni ki, bütün bu rəqəmsallaşma prosesləri bütün məlumatları, həm carisini, həm də ki, demək, həm də ki, keçmişini, həm də ki, gələcəkdə olan məlumatlar hamısı get-gedə hamısı rəqəmsallaşacaqdır. Bu rəqəmsallaşırsa, bunların hamısına sahib çıxmaq, bunların hamısını hardasa saxlamaq, hardasa emal etmək, hardasa necə deyərlər, buna böyük resurs lazımdır. Ona görə də Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrdən biri ondan ibarətdir ki, ölkəmizdə o data ekosisteminin yaradılması, innovativ ondan ibarətdir ki, o qabaqcıl fikirləri, ideyaları, elmi nailiyyətləri, texnoloji nailiyyətləri ölkəmizin inkişafına sərf etmək, yeni məhsullar yaratmaq, o məhsulları nəinki Azərbaycan miqyasında, eyni zamanda dünya bazarına çıxartmaq. Elm və Təhsil Nazirliyinin fəaliyyətində də mən görürəm ki, həmin o innovativ ekosistem üçün müəyyən işlər görülür. Məsəl üçün, belə deyək də, məsəl üçün Texnofestin keçirilməsi, məsəl üçün müxtəlif qurumlar tərəfindən, eyni zamanda STEM deyilən belə bir layihə həyata keçirilir, sizin məlumatınız yəqin ki var. Ona görə də bax, burada da rəqəmsal bacarıqlardır, STEM layihələrinin həyata keçirilməsidir, kütləvi olaraq Azərbaycan məktəblərinin bununla əhatə olunmasıdır. Çox heyran qalıram ki, Azərbaycanın o məktəblərində, məsələn, ən ucqar məktəblərdə olan şagirdlər də o süni intellekt texnologiyadan istifadə edərək, rəqəmsal bacarıqlara malik olaraq çox gözəl məhsullar demək yaradırlar. Rasim müəllim, siz elə toxundunuz Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətinə. Cənab Prezident müşavirədə də qeyd etdi ki, dərsliklərdə də müvafiq dəyişikliklər edilməlidir. Mən istəyirəm bu məsələyə də toxunaq. Bizim alimlərimizin qarşısına hansı hədəflər qoyulur, vəzifələr qoyulur? Siz haqlısınız o barədə. Lazım
gələndə heç ondan deyək ki, gələcəkdə istifadə olunmaması, yəni bəzilərinin təkmilləşdirilməsi, bəzilərinin bu rəqəmsal reallıqları nəzərə alınması, proqramlarında dəyişikliklərin olunması ilə yanaşı cənab prezidentin orta məktəblərin qarşısında bu vəzifənin qoymasını mən çox yüksək qiymətləndirirəm. Bir vətəndaş kimi, bir ziyalı kimi çox yüksək qiymətləndirirəm. Çünki orta məktəb nə deməkdir? Məcburi təhsil deməkdir. Məcburi təhsil. Yəni o birisi təhsil, bəli, o icbari təhsil deməkdir. Cənab prezident onu çox düzgün olaraq orta təhsilin qarşısında, yəni orta məktəblərin qarşısında bu vəzifənin qoyması o deməkdir icbari olaraq. Yəni əlifba kimi, hesab kimi gərək o süni intellektin demək biliklərinə malik olasan. Bunu ayırmaq lazımdır iki hissəyə. Biri var kütləvi olaraq bütün Azərbaycan vətəndaşları yaşından asılı olmadan bu biliklərin daşıyıcısına çevrilməlidir. Həmin o rəqəmsal savadlığın çərçivəsində rəqəmsal o biliklərdir, bacarıqlardır, kompüterdə işləməkdir, internetdə işləməkdir, müxtəlif proqram vasitələri ilə nəyisə sazlamaq, nəyisə dəyişməkdir. Bütün bunları bilməklə yanaşı, eyni zamanda rəqəmsal savadlığın tərkibində sənin rəqəmsal hüququ bilməlisən. Yəni, sənin müəyyən qədər bu sahədə hüquqi biliklərin olmalıdır. Fərdi məlumatla bağlı hansı hüquqi öhdəliklər var, hansı, necə deyərlər, vəzifələr var və digər rəqəmsal o hüquqlar var ki, onları mütləq bilmək lazımdır. Bunun etik tərəfi var, bunun rəqəmsal etikası var, bunun rəqəmsal mədəniyyəti var. Yəni, demək istəyirəm ki, bu rəqəmsal savadlıq kompleks olaraq cəmiyyətin özünün normal, adekvat bir vətəndaşı olmaqdan söhbət gedir. Rəsim, həm sadaladıqlarımız əlbəttə ki, bizə həm də bütün bu rəqəmsal savadlılıq dedik, insanların savadlanması, hüquqlarını bilməsi elə ölkə başçımızın da çox diqqət çəkdiyi bir istiqamət var idi. Siz də bayaq söhbətinizdə ona toxundunuz, kiber təhlükəsizlik məsələsi. Və hətta cənab prezident bunu bir kritik hədd olaraq vurğuladı ki, bu daha çox diqqətdə saxlanılmalıdır. Müəyyən qurumlar tərəfindən bu iş daha səmərəli necə həyata keçirilməlidir? Burada belədir. Demək, rəqəmsallaşmanın özünün həm yaxşı tərəfi var, həm pis tərəfi var. Rəqəmsallaşma yoxdursa, kompüter yoxdursa, orada kiber təhlükəsizlik yoxdur. Bəli. İndi əlbəttə bu yolu seçə bilmərik. Yəni, cəmiyyət rəqəmsallaşmalıdır, insanlar kompüterin istifadə etməlidir, internetin imkanlarından istifadə etməlidir. Əlbəttə, bu bütün hamısı yaxşıdır. Amma başqa bir məsələ var ki, insanlar öz şəxsi həyatı ilə bağlı, öz fəaliyyəti ilə bağlı məlumatları, eyni zamanda indi hansısa bir təşkilatda, bir dövlət qurumunda fəaliyyət göstərir. Bütün bu məlumatlar hamısı kritik deyirlər. Yəni, bu artıq həssas bir məlumata çevrilir. Bundan başqa məqsədlərdən istifadə eləmək, həm lokal şəkildə, həm də qlobal şəkildə bu informasiyalara müəyyən kiber təhlükələr var. Dövlətin özünün maraqlarına böyük belə deyək ki, risklər yaradır. Ona görə də bax, həmin o rəqəmsal arxitekturanın özünün əsas hədəflərindən biri də formalaşan bu rəqəmsal mühitin özünün kiber təhlükəsinin təmin olunmasıdır. Həmin o milli kiber təhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır. Onun özünün də qarşısında böyük problemlər var, hansı işlər həyata keçirmək lazımdır. Onun texnoloji tərəfi var, proqram təminatı məsələləri var, kadr hazırlığı məsələləri var, peşəkar insanların yetişdirilməsi var, beynəlxalq əməkdaşlıq məsələləri var, ölkədə koordinasiya məsələsi var. Mən ona o sahəyə aid olduğum üçün o proseslərdən məlumatlıyam ki, müvafiq dövlət qurumları, bir neçə dövlət qurumları məhz həmin o ölkəmizdə milli kiber təhlükəsizlik sistemini yaradılması ilə bağlı, ekosistemin özünün dayaqlarının möhkəmləndirilməsi ilə bağlı, eyni zamanda belə deyək də, bütün rəqəmsal obyektlərin və subyektlərin özlərinin kiber təhlükəsinin təmin olunması üçün bir rəqəmsal check-up deyirlər. Yəni, insanların özlərinin sağlamlığını necə məsəl üçün gedib yoxlayırlarsa, hal-hazırda dövlət qurumları tərəfindən bütün o rəqəmsal obyektlərin və subyektlərin, yəni o proseslərin özünün həm obyektlərin, həm də ki, obyektlərlə işləyən ayrı-ayrı qurumların özlərinin vəziyyətinin, yəni kiber təhlükəsizlik, yəni sağlamlıq vəziyyətinin yox, dırnaq içərisində demirlər ki, o kiber təhlükəsizlik, sağlamlıq vəziyyətinin check-up'ını deyirlər də, yəni təpədən dırnağa yoxlamaqdan söhbət gedir ki, onların özlərinin çox əhəmiyyətli demək bu istiqamətdə fəaliyyətini mən görürəm və yüksək qiymətləndirirəm. Ona görə də bütün bax bu check-up'lar, yəni rəqəmsal check-up'lar
aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və onun ümumiləşdirilməsi, ölkə üzrə real vəziyyəti, real monitorinq aşkarlanması, rəqəmsal o demək şəxsi faillərində saxlanılacaqdır. Dövlətimizin təhlükəsizliyinə məhsul olan dövlət qurumları tərəfindən çox ciddi şəkildə bu işlər nəzarətdə saxlanılır və cari olaraq hal-hazırda görürsünüz ki, ölkəmizdə kiber cinayətkarlarla necə mübarizə aparılır. Yəni sistemli şəkildə ardıcıl və s. və s. Həm mübarizə aparılır, həm də sosial çarxlar hazırlanır, insanların insanlar məlumatlandırılır, insanlar məlumatlandırılır. Bunlar hamısı çox gözəldir. Amma yəni ki, bir necə deyirlər, bu sahənin tədqiqatçılarından biri kimi, bu işə dəstək verən belə ziyalı alimlərdən biri kimi onu mən görürəm ki, artıq ölkəmizdə o belə deyək də, milli rəqəmsal kiber təhlükəsizlik arxitekturası formalaşır. Ölkəmizin kiber immunitetinin, rəqəmsal immunitetinin möhkəmləndirilməsidir. Yəni, daima gərək o immuniteti sən ölçəsən, qiymətləndirəsən, onun nəzarətdə saxlayasan, onu inkişaf etdirəsən, onu gücləndirəsən, vitaminini vaxtında verəsən və s. və s. ki, Azərbaycan Respublikasının rəqəmsal aləmdə kiber immuniteti çox yüksək səviyyədə saxlanılmalıdır və o nəticəni əldə etmək üçün görün nə qədər işlər görmək lazımdır. Ölkə başçımız da vurğuladı ki, kadr hazırlığı bu da vacib istiqamətlərdəndir. İnsan kapitalı kadr hazırlığı, kadr hazırlığında da yəni miqrasiya qanunvericiliyində təklif olunmuşdu ki, müşavirədə də yumşalmalar gedəcəkdir. Bu sahənin bir mütəxəssislərindən biri kimi sizdən soruşuram ki, biz kadr hazırlığı, insan kapitalı məsələsində hansı mərhələlərdən keçəcəyik? Qısa buna da cavab istəyirəm. Ümumiyyətlə söhbət ondan gedir ki, kadr məsələsi beynəlxalq aləmdə demək çox kritik məsələdir. Çünki hal-hazırda beynəlxalq ayrı şirkətlər, aparıcı dövlətlər bu kadrları hamısını necə deyirlər, öz tərəfinə çəkirlər. Ona baxmayaraq Azərbaycan Respublikasında bu istiqamətdə cənab prezidentin rəhbərliyi altında bu işlər uğurla həyata keçirilir. O dediyiniz o miqrasiya məsələləridir. Yəni Azərbaycanda onlar üçün müəyyən bir münbit şəraitin yaradılması indi bəzi başqa ölkələrin də təcrübəsi öyrənilir. Bu demək addımların atılması informasiya kommunikasiya texnologiyaları, kiber təhlükəsizliyi, data analitika və digər proqram mühəndisləri və s. bütün bunların Azərbaycanda gəlib şirkət açması, gəlib Azərbaycanda fəaliyyət göstərməsi. Çünki Azərbaycan özü artıq regionun ən aparıcı dövlətlərindən biridir. Ona görə də Azərbaycanda aparılan bu siyasət, qarşıya qoyulan bu rəqəmsal arxitekturanın formalaşdırılması əlbəttə ki, güclü, qabiliyyətli insan resursları kadrla tələb eləyir. Biri var ki, vətəndaşların ümumi rəqəmsal savadlığı və süni intellekt bilikləri. Bu artıq o icbari təhsilin vəzifəsidir. Amma bir də var ki, belə peşəkar kadr hazırlamaq, dediyimiz o sadaladığımız, belə də veriliş çərçivəsində sadaladığım bütün istiqamətlər üzrə data mühəndisləri, əgər data ilə sən işləyirsənsə, datanın özünü emal edirsənsə, superkompüter mütəxəssisi lazımdır sənə, data mühəndis lazımdır. Orada toplanmış məlumatları emal edib ondan dəyər yaratmaq, qızıl yaratmaq, brilyant yaratmaq üçün sənin data analitiklərin lazımdır, data scientistlərin lazımdır. Eyni zamanda bütün bu gedən proseslərin özünün, necə deyərlər, proqram mühəndisləri olmalıdır. Yəni, proqram mühəndisləri özü də bir, belə deyək ki, bir suverenlik məsələsidir. Kiber suverenlik məsələsidir ki, biz hər şeyə görə xaricdən gedib kimisə bura dəvət etməklə alınmaz. Gərək milli kadrlar yetişməlidir. Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikasının konstitusyon çətiri altında olmalıdır. Yəni, hansısa xaricdən gəlib burada məsələn fəaliyyət göstərə bilər. Yəni, Azərbaycan açıq cəmiyyətdir, açıq dövlətdir, gəlib iştirak edə bilərlər. Milli kadrların formalaşdırılması amma milli çox şərtdir. kadrların formalaşdırılması, milli nə deməkdir? Birincisi, onun qəlbində millilik olmalıdır, onun təfəkküründə millilik olmalıdır. İkincisində ki, onun cibindəki pasport milli olmalıdır ki, sən o pasportla Azərbaycan konstitusiyasının qarşısında sənin öhdəliyin olur. Yəni, sən o hüququn qarşısında öhdəlik daşıyırsan. Məsuliyyətin olur. Yəni, demək istəyirəm ki, o millilik deyəndə onun özünün iki belə parametri ağlıma gəlir ki, sən gərək bir vətəndaş olasan, sənin özün təpərin olmalıdır. Sən bu ölkənin bir vətəndaşı olmaqdan qürur duymalısan. Xüsusən də Azərbaycan bugün suveren dövlətdir. Azərbaycanın necə deyirlər, uğurlar inkişaf eləyir. Ona görə də həm də ki, o dediyimiz o öhdəlik var, məsuliyyət var. Bütün bunlar hamısı o buranın vətəndaşı olmalıdır ki, Azərbaycanın demək, bütün bu proseslərində iştirak etməklə demək, öz töhfəsini versin. Ona görə də mən müşahidəmə görə Azərbaycan ali təhsil sistemində artıq süni intellektlə bağlı bir sözün əsl mənasında belə bir
bum deyək, inqilab deyək, bax bütün ixtisaslar üzrə bu süni intellektin həm tətbiq olunması, həm də ki, o sahə üzrə mütəxəssislərin hazırlanması tək süni intellekt deyil, başqa istiqamətlər üzrə Hətta də. bir süni intellekt akademiyası da var, bilirsiniz, milli kadrların. Xəbərim var, bəli, var. O da çox yaxşı o da bir süni intellekt strategiyası çərçivəsində cənab prezident tərəfindən qoyulan vəzifələrdən icrası biri ki, icrası ilə bağlı idi. Hətta beynəlxalq təcrübələr onlar da müəyyən kadr formalaşdırılacaq. hazırlayırlar. Əlbəttə ki, bu istiqamətdə ümumiyyətlə burada tək Elm və Təhsil Nazirliyi yox, digər qurumlar da müəyyən qədər bu istiqamətdə töhfə verirlər. İnformasiya texnologiyaları sahəsində biz xaricə daha çox kadr vermişik. Nəinki xaricdən biz kadr almışıq. Yəni Azərbaycan təhsili, Azərbaycan elminin əsas belə deyək göstəricilərindən biri ondan ibarətdir ki, Azərbaycanda bu günləri həmin o rəqəmsal arxitekturanın belə deyək ki, tərkibinə baxsaq, nə rabitəçi gedib kənardan gəlib burada oxumayıb, yəni gəlib burada işləmir. Nə kompüter mütəxəssisi, nə proqramçısı, nə şəbəkə administratoru, nə o birisi, nə bilim mən verilənlər bazası və s. yaradanlar hamısı Azərbaycan mütəxəssisləridir. Azərbaycan təhsilinin, Azərbaycan ali təhsilində, ali təhsil müəssisələrində, məktəblərində təhsil olmuş Azərbaycanlılardır. Yəni bu çox sevindirici haldır ki, biz indiyə qədər Azərbaycanın əmək bazarına baxsaq, orada elə milli kadrlar bəlkə də ən böyük belə deyilən 99% Azərbaycan vətəndaşlarıdır, Azərbaycan pasportunu daşıyan insanlardır. Bu çox gözəl və çox sevindirici haldır ki, artıq Azərbaycanda bütün ailələr, bütün valideynlər, bütün insanlar istəyirlər ki, əksərən demək bu sahədə uşaqları, körpələri demək təhsil alsınlar. Mənə çox müraciət edirlər ki, Rasim müəllim, məsəl üçün data analitika yaxşıdır, yoxsa kiber təhlükəsizlik yaxşıdır və yaxud da ki, proqram mühəndisi yaxşıdır, yoxsa kompüter mühəndisi yaxşıdır. Çünki bax, institut olaraq bizə indi biz cəmiyyətlə işləyirik, çoxlu müraciətlər olur, onların qarşısında məlumatlar veririk ki, Azərbaycanda bütün bu proseslər hamısı artıq yeni inqilabi çağırışlara hazırlanır və onu da mən qeyd etmək istəyirəm ki, kadr potensialını biz yönəldirik o texnoloji aspektlərə, onun hüquqi aspektləri var. İndi rəqəmsal kriminalistlər olmalıdır. Bu rəqəmsal, bu kiber cinayətkarlar iş görürlər, müəyyən bəd əməllər həyata keçirirlər. Bəs onun özünün kriminalistik təminatı necə olsun? O rəqəmsal ekspertiz necə olsun? Necə, hansı üsuldan istifadə edib obyektə və yaxud da şəxsə ziyan vurubdur? Nə bilim, mən hansısa nəyisə oğurlayıbdır? Onun özünün rəqəmsal, yəni demək istəyirəm ki, bu rəqəmsal sözü tək elə texnoloqlara aid deyil. Yəni bütün ixtisaslara elə bir sahə yoxdur ki, orada informasiya olmasın, orada data olmasın. Data varsa demək o rəqəmsal mühitdə formalaşır və o rəqəmsal mühitdə formalaşırsa demək orada süni intellekt oradan həmin o ilkin xam dataları emal edib yaxşı biliklər əldə edə bilər. Rəqəmsal arxitekturanın özünün o koordinasiyasını həyata keçirmək məqsədi ilə ayrı-ayrı istiqamətlər üzrə cənab prezident tapşırığına əsasən o birinci şəxslərin yanında fəaliyyət göstərən müavinlərdir, kimlərdir? Onların özlərinin xüsusi olaraq bu istiqamətə seçilməsi, yəni öz mühitinə, istənilən bir nazirlikdə, istənilən bir dövlət komitəsində ki, bir infrastruktur olaraq ölkə üzrə, olsun kənd təsərrüfatı, olsun səhiyyə, olsun iqtisadiyyat, olsun vergi və s. bütün bunlar hamısı özlərinin ölkə üzrə müəyyən spesifik funksiyaları var ki, o spesifik funksiyaların özünün rəqəmsal arxitekturasını formalaşdırmaqdan söhbət gedir. Elmlər Akademiyasında da bax bu istiqamətdə müəyyən işlər aparılır. Yəni o tək indi dövlətin özünün rəqəmsal arxitekturu öz yerində, həm də Azərbaycan Milli Elmlər Akademiyasının daxilində də bununla bağlı müəyyən işlər aparılır. Yəni onun müxtəlif aspektləri üzrə, yəni akademiyanın özünün rəqəmsal arxitekturu formalaşır. Ona görə də demək ki, elə bu yaxınlarda rəyasət heyəti tərəfindən müəyyən məhsul, belə deyək ki, vəzifələr təyin olundu, məsuliyyət müəyyənləşdirildi, qarşıdakı vəzifələr müəyyənləşdirildi. Yəni bu istiqamətdə də ciddi addımlar atıldı. Yəni demək istəyirəm ki, mənim müşahidəmə görə artıq bütün dövlət qurumlarında bu istiqamətdə artıq necə deyirlər, işlər aparılır, müəyyən tədbirlər görülür. Mən sizə sonsuz təşəkkürümü, minnətdarlığımı bildirirəm Rasim müəllim və bizim siz kadrlardan danışdınız ki, bizim qürur duyacağımız kadrlar var və mən çox belə böyük məmnuniyyətlə deyirəm ki, mənim üçün də qürurdur ki, bizim ölkəmizdə belə bu sahənin mütəxəssisli, dəyərli bir akademiklə biz bu günləri bu barədə müzakirələr apardıq və hesab edirəm ki, inşallah biz növbəti verişlərimizdə də bu barədə müzakirələrimiz olacaqdır və dediyimiz kimi cənab prezident artıq son müşavirədə də konkretləşdirmişdi ki, bu istiqamətləri ki, dövlət qurumları arasında kommunikasiya olmalıdır, rəqəmsallaşma
məsələsini və konkret olaraq bir daha kağız daşıyıcıdan elektron daşıyıcıya keçmək məsələləri var ki və ümid edirik ki, bunlar ölkəmizdə bu fəaliyyət planlarının tərtibi, bu fəaliyyət planlarının icrası həmişə olduğu kimi bu dəfə də yüksək bu səviyyədə həyata keçiriləcəkdir və bizim insanlarımız, cəmiyyətimiz bundan faydalanacaqdılar. Sizə sonsuz təşəkkür edirəm. Bizə vaxt ayırdınız, suallarımızı cavablandırdınız. Hörmətli tamaşaçılar, siz TV1-in efirində akademik söhbət verilişini izlədiniz. Diqqətinizə görə təşəkkür edirəm.